Gənclər də mi Afaq xanım kimi düşünür? Mən düşünürəm ki, bu gənclərin 70%-i Afaq xanım kimi düşünmür. Bu gəncləri səsləndirin, deyin, ali təhsil müəssisəsində oxuduğunuz ixtisas üzrə sizi həqiqətən də əmək bazarına hazırlayan bir kadr kimi yetişdirib ali təhsil müəssisəsi, mən deyirəm ki, sizə rahat bir şəkildə deyirəm, 70%-i yox deyəcək. Baxın, bugün mühəndislik ixtisasları var, çox üzr istəyirəm, çox üzr istəyirəm. Bugün mühəndislik ixtisasları var, mühəndislik ixtisaslarını bitirən gənclərimizin əksəriyyəti demək olar ki, əmək bazarına qoşula bilmir. Baxın, biz Qarabağ Universitetinə getdik, Qarabağ Universitetində tibb ixtisası açılıb, keçən açılıb, bir ildir. Bir ildir tibb ixtisasının birinci kursunda oxuyan gənclərə praktik olaraq biliklər mənimsədirlər. Düşünə bilirsiniz, Qarabağ Universitetində yeni açılıb. Demək ki, bizim ali təhsil müəssisələri istəsə, bunu eləyə bilər. Bəli, bugün Ada Universiteti var, Bakı Ali Neft Məktəbi var, Ali Adunsunun özü var, UNEK-in özü var. Bugün həqiqətən də çox gözəl təhsil verir gənclərimizə. Bu bir mənalı olaraq belədir. Amma ali təhsil müəssisələrimizin neçə faizi belədir? Yəni, başa düşə bilirsinizmi? Burada ciddi problem ali təhsil müəssisəsinin üzərindədir. Birinci.